Kolposkopiya kimlərə olunmalıdır? Pasientlərimiz qorxduğuna görə, onların psixologiyası pozulduğuna görə demək olar ki, əksər HPV virusu çıxan pasientlərdə biz kolposkopiya edirik. Bəzən çıxmayan pasientlərdə də etməli olur. Çünki pasient heç bir şəkildə rahatlaşa bilmir. Ancaq qaydası isə budur ki, əgər HPV 16-18 çıxıbsa ya da pap testində problem çıxıbsa, məsələn askus dediyimiz, daha çox rast gəldiyimiz problem çıxıbsa, o zaman kolposkopiya mütləqdir. Bəzi cinsel əlaqə vaxtı qanaxma olur pasientlərdə. Onlarda da mütləq kolposkopiya olunmalıdır. Əksər vaxtı bizim xanımlarımızda bu xroniki iltihabi proseslərə bağlı olaraq baş verir cinsel əlaqə vaxtı qanaxma. Ancaq bədxassəli problemlərə görə, proseslərə görə də bu hal ola bilər. Ona görə kolposkopiyanı o pasientlərdə biz edirik. Digər hallarda isə, yəni etdiyimizin digər hallarında isə bu istəyə bağlıdır. Pasientin narahatlığını aradan qaldırmaq üçün edirik. O da necə narahatlığı aradan qalxır? Biz pasientin görə, yəni ekranda pasiyentə uşaqlı boyunu göstərə edirik bunu və o da problemli sahə olmadığına əmin olur. Ondan sonra o da rahatlaşmış olur digər həkimlərlə.